Naşükürlük insandan baş verən ən pis xislətlərdən, ən çirkin sifətlərdən biridir. Ona görə şəriətdə insanın şükür edəcək qəlbi, şükür edəcək dili olmasına təşviqat və sövq var. Bunun əksi Allah Azza və Cəllənin xoşuna gəlmir. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَلَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər şükr edərsinizsə, Allahın sizə bəxş etdiyi nemətləri təqdirə qoyarsınızsa, biz onu artırarıq. وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِ لَشَدِيدٍ Əgər siz nankörlük edərsinizsə, bunu görməməzlikdən gələrsinizsə, Allahın sizə bəxş etdiyi neməti dəyərsizləşdirərsinizsə, dəyərsiz görərsinizsə, qiymətini qiymətləndirməzsinizsə, onda bilin ki, əzabım şiddətlidir. Və o nemətin insanın bu dünyada əlindən getməsi onun üçün əzabdır. Hələ axirətdə də bu naşükürlüyün Allah dərgahında Allah qorusun əzabı var. Ona görə qardaşlar, insan gərək naşükür olmasın. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizdən birinə bir nəfər yaxşılıq eləyərsə, ona Allah səni xeyirlə mükafatlandırsın duasını edin. İnsanlar var ki, sadəcə və sadəcə mənfəət üzərində, yəni mənfəəti olarsa, kiminsə ona elədiyi yaxşılığın müqabilində təşəkkür eləyir sadəcə. Və elə bil ki, hədəfinə çatdıqdan sonra biraz loru da desəm, bəlkə də yeri var, yəni qudurmağa başlayır, unutmağa başlayır, tuğyan eləməyə başlayır. Bu düzgün deyil. Naşükürlüyün həmişə aqibəti pisdir. Hər zaman insan, naşükür insan hər zaman uduzur və Allah Azza və Cəllənin gözündən düşür. Və hətta insanı Allah Azza və Cəllə ibtila eləyərsə, hər hansı bir sevdiyini itirməyi ilə, hər hansı bir bədən üzvünü itirməyi ilə, yenə də bunun müqabilində insan gərək Allah Azza və Cəllə şükür eləsin. Bax, sənə bir misal çəkəcəm. Bir misal, hansı ki, sünnədə varid olub. Və bu, bütün sələflər üçün, sələfin yolu ilə gedənlər üçün bir ibrətli bir hadisədir. Urvat ibn Zübeyir radiyallahu anhu. Urvat ibn Zübeyir məşhur sahabələrdəndir. Ayağı xəstə olur, ayağında bir xəstəlik olur və həkimlər qərar verir ki, ayağı kəsilməlidir. Və razı olur, həkimlər gəlir, Urvat ibn Zübeyir radiyallahu anhunun ayağını kəsirlər. Bir ayağını kəsirlər, hələm ayaq kəsintisinin ağrısı getməmiş, övladlarının birini at yıxır, tapdalayır, öldürür. Yəni, həmin günü, həmin vaxtı oğlunun ən sevdiyi övladının birinin atdan yıxılaraq öldüyünün xəbərini eşitir. Və yanında olan Urvat ibn Zübeyir radiyallahu anh'ın yanında olanlar, Urvat ibn Zübeyrin gözündən yaş axdığını görürlər. Görürlər ki, ürəyindən ağlayır. Gözündən yaş tökülür. Onlar başqa cür düşünərək deyirlər ki, ey Urva, sən Allahın qədərindən narazılığını bildirirsən? Yəni, bu qəza və qədər deyilmi ki? Sən niyə bəs belə ağlayırsan? Və yaxud da etiraz mənasında başa düşürlər. Urvat ibn Zübeyir radiyallahu anh deyir, ondan ağlamıram. Allahın qəza və qədərinə etiraz olaraq ağlamıram. Allah Azza və Cəllə çox verir, verən, çox bəxş eləyən və müqabilində az bir şey alan olduğunu dərk eləyərək sevincimdən ağlayıram. Deyir, bax ki, Allah mənə 7 övlad verib, sadəcə birini aldı məndən. Allah mənə 4 tərəf verdi, 2 əl, 2 ayaq, sadəcə onların birini aldı məndən. Çox bəxş edən, az alan Rabbimə şükür edərəkdir ağlayıram. Ona görə hər bir sələfi, hər bir əhli sünnə, hər bir müsəlman özünə örnək tutmalıdır sələfləri. Və budur bizim əqidəmiz, və budur bizim dinimiz və sələfin yolu ilə gedənlər üçün sələflərin həyatında yetəri qədər ibrətlər var. Allah müstəhan. İxlasla.com saytı tərəfindən təqdim olundu.